Dəyərli izləyicilər, bugün Bakıda Odlar Yurdu Universitetindəyik. Burada riyaziyyata marağı olan, məntiqi düşünməyi sevən və öz biliklərini beynəlxalq səviyyədə sınamaq istəyən şagirdlər toplaşıb. International Spirit of Maths yarışması dünyanın müxtəlif ölkələrindən olan şagirdləri bir araya gətirən nüfuzlu beynəlxalq riyaziyyat yarışmalarından biridir. Bu yarışmanın məqsədi şagirdləri yaradıcı düşünməyə təşviq etmək, mürəkkəb riyazi problemləri həll etməyə ruhlandırmaq və onlarda riyaziyyata ömür boyu davam edən maraq formalaşdırmaqdır. Spirit of Maths artıq 30 ildən çoxdur ki, riyaziyyatın dərinləşdirilmiş tədris sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təhsil platformalarından biridir. Bu təşəbbüsün əsası 1992-ci ildə qoyulub və qısa müddət ərzində proqramın şagirdləri milli və beynəlxalq riyaziyyat şərəf siyahılarında yer almağa başlayıblar. Məhz bu nəticələri Spirit of Maths-in qlobal miqyasda tanınmasına və genişlənməsinə yol açıb. İllər keçdikcə təşkilatın fəaliyyəti daha da genişlənib. Məktəbdən kənar dərslər, beynəlxalq yarışmalar, tədris proqramları və müəllim hazırlığı layihələri vasitəsilə Spirit of Maths riyaziyyatın öyrədilməsi prosesinə yeni yanaşma gətirib və minlərlə şagirdin analitik düşünmə bacarıqlarının inkişafına töhfə verib. 2018-ci ildə yarışma artıq yalnız Spirit of Maths şagirdləri ilə məhdudlaşmayaraq Kanadada və Pakistanda digər məktəblərin şagirdləri üçün də açıq elan edildi. Həmin il 2500-dən çox şagird yarışmanın şərəf siyahısına daxil oldu. Bir il sonra 2019-cu ildə yarışma 20 illik yubileyini qeyd etdi və artıq Kanada, Pakistan və ABŞ-da keçirilən beynəlxalq səviyyəli nüfuzlu riyaziyyat yarışmalarından birinə çevrildi. Spirit of Maths yarışmasının beynəlxalq təsiri 2025-ci ildə yeni mərhələyə qədəm qoydu. Həmin il yarışma Kanada, ABŞ, Ekvador, Kolumbiya, Myanmar, Laos, Filippin, Qana, Sinqapur, Türkiyə, Kamboca, İndoneziya, Pakistan, Bruney və Peru daxil olmaqla 15 ölkədə keçirilərək 12 mindən çox şagirdi bir araya gətirdi. Eyni zamanda yarışmanın ilk final mərhələsi də məhz həmin il Kanadanın Toronto şəhərində təşkil olundu. Beləliklə, bir vaxtlar kiçik bir təşəbbüs kimi başlayan bu layihə bugün dünyanın müxtəlif ölkələrindən minlərlə şagirdi bir araya gətirən böyük beynəlxalq riyaziyyat platformasına çevrilib. Spirit of Maths bugün də gənc riyaziyyat sevərlərə ilham verir və onların analitik düşünmə bacarıqlarının inkişafına töhfə verməyə davam edir. Gəldik izləyicilər üçün ən maraqlı olan hissəyə. Birazdan ölkəmizin digər bir şəhərinə, Sumqayıta bağlanacağıq. Orada da Spirit of Maths yarışmasının ölkə mərhələsi davam edir. Komandamızdan Zəhra hazırda Sumqayıt Dövlət Universitetindədir. Zəhra, söz sizdədir. Salam Milana, hazırda Sumqayıt Dövlət Universitetindəyik və burada da Spirit of Maths beynəlxalq riyaziyyat yarışmasının ölkə mərhələsi davam edir. İmtahan salonunda şagirdlər diqqətli şəkildə sualları cavablayırlar. Şagirdlər hər sual düşünərək yanaşır, vaxtlarını düzgün planlaşdırmağa çalışırlar. Burada diqqət çəkən məqamlardan biri də könüllülərimizin fəal iştirakıdır. Onlar iştirakçıların yönləndirilməsi, imtahan materiallarının paylanması və ümumi prosesin rahat şəkildə təşkil olunması üçün komandaya dəstək göstərirlər. Sumqayıt və ətraf şəhər rayonlardan gələn şagirdlər bu yarışmada öz biliklərini sınamaq üçün bir araya gəlib. Onların riyaziyyata olan marağı və yarışa yanaşması burada olduqca aydın hiss olunur. Sumqayıtdan hazırda müşahidə etdiyimiz əsas mənzərə budur. Söz sizdədir Milana. Təşəkkür edirik Zəhra. Biz də Sumqayıtda olan bütün iştirakçılara uğurlar arzu edirik. Növbəti canlı bağlantımız isə Gəncə şəhərinədir. Komandamızdan Fidan hazırda Gəncədə yarışın keçirildiyi məkandadır. Fidan, söz sizdədir. Salam Milana. Hazırda Gəncə şəhərinə keçirilən seçim turunun olduğu məkanlar. Burada da Azərbaycan Süni İntellekt Olimpiyadasının imtahan prosesi qaydalara uyğun və nizamlı şəkildə davam edir. Zalda diqqətimizi çəkən əsas məqam şagirdlərin yüksək motivasiyasıdır.
Onların enerjisi, eləcə də süni intellekt və texnologiyaya olan marağı açıq şəkildə hiss olunur. Şagirdlərlə apardığımız qısa söhbətlər zamanı bir çox iştirakçı süni intellekt sahəsində gələcək qurmaq istədiyini qeyd ediblər. Bəziləri robot texnologiyalarına maraqlandığını, bəziləri isə artıq proqramlaşdırma və machine learning, yəni maşın öyrətməsi mövzularını araşdırmağa başladığını deyir. Gəncə ilə yanaşı ətraf rayonlardan gələn şagirdlərin də bu olimpiyadada fəal iştirakı müşahidə olunur. Bu da regionlarda texnologiya və süni intellekt sahəsinə marağın getdikcə artdığını göstərir. Burada iştirak edən şagirdlər üçün bu yarış yalnız suallara cavab vermək deyil, eyni zamanda texnologiyanın gələcəyi barədə düşünmək və özlərini bu sahədə sınamaq üçün bir imkandır. Gəncədən çatdıracağım əsas məlumatlar hələlik bunlardır. Sözü sizə ötürürəm Milana. Bakıda imtahan verən bütün şagirdlərə də uğurlar arzulayıram. Çox sağ ol Fidan. Gəncədəki şagirdlərə uğurlar arzu edirik. Spirit of Maths yarışmasının ölkə mərhələsi 1-ci sinifdən 8-ci sinifə qədər olan şagirdlər üçün nəzərdə tutulub. İmtahan çox variantlı formatda keçirilir və hər sual üçün iştirakçılara 4 cavab variantları təqdim olunur. Sual sayı və vaxt bölgüsü isə şagirdlərin sinif səviyyəsinə uyğun şəkildə müəyyənləşdirilib. Belə ki, 1 və 2-ci sinif şagirdlərinə 20 sualı cavablandırmaq üçün 50 dəqiqə vaxt verilir. 3 və 4-cü sinif şagirdləri üçün bu göstərici 30 sual və 65 dəqiqədir. 5 və 6-cı sinif şagirdləri isə 40 sualı 70 dəqiqə ərzində cavablandırırlar. Yuxarı siniflərdə isə imtahan müddəti bir qədər artır. 7-8-ci sinif şagirdlərinə 40 sual üçün 85 dəqiqə vaxt ayrılır. Hər düzgün cavab sinif səviyyəsinə uyğun balla qiymətləndirilir və yarışın sonunda iştirakçılar maksimum 100 bal toplamaq imkanı əldə edirlər. Beləliklə, yarışma şagirdlərin həm biliklərini, həm də vaxtı düzgün idarə etmə bacarıqlarını sınaqdan keçirən maraqlı bir riyazi mühit yaradır. Yarışmanın nəticələri xüsusi qiymətləndirmə meyarlarına əsasən müəyyənləşdirilir. İştirakçılar topladıqları ballara görə sıralanır və ən yüksək nəticə göstərən ilk 5% şagird qızıl mükafata layiq görülür. Onları izləyən növbəti 10% iştirakçı gümüş mükafat qazanır. Daha sonraki 25% isə bürünc mükafatla təltif olunur. Digər iştirakçılar isə yarışmada iştiraklarını təsdiq edən rəsmi sertifikat əldə edirlər. Beləliklə, Spirit of Maths yarışması şagirdlərin yalnız biliklərini yox, həm də beynəlxalq akademik mühitdə özlərini sınamaq imkanını ortaya qoyur. Spirit of Maths yarışmasının böyük final mərhələsi bu il Kanadanın Toronto şəhərində, Toronto Universitetində keçiriləcək. Avqust ayında baş tutacaq bu beynəlxalq mərhələdə Kanada, ABŞ, Türkiyə, Pakistan və digər ölkələr daxil olmaqla 30-dan çox ölkədən şagirdlər bir araya gələcəklər. Bu final mərhələsi yalnız bir yarış deyil, dünyanın müxtəlif ölkələrindən olan gənc riyaziyyat sevərlərinin tanış olduğu, fikir mübadiləsi apardığı və biliklərini beynəlxalq mühitdə nümayiş etdirdiyi qlobal bir platforma kimi qiymətləndirilir. Beləliklə, Spirit of Maths beynəlxalq riyaziyyat yarışmasının ölkə mərhələsi artıq başa çatır. Yarışın nəticələri yaxın günlərdə Gok.edu.az saytında və Qlobal Olimpiya Center'ın rəsmi sosial media hesablarımızda elan olunacaq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın. Növbəti olimpiyadalarda görüşənədək.